Salam əziz izləyicilərimiz. Deməli bu videonu izləyirsinizsə, bu video başlığıdır yəqin ki. Deməli video haqqında bir qısa məlumat verirəm. Video idmana başlayanlar üçündür. Videoda yemək, içmək, fitnessa aid diyetlər və idman qidaları haqqındadır. Sadəcə budur. Yəni fitnessə maraqlı olanlar və yaxud idmana tez başlayanlar basıb daha məqsəd yönlü olar. Sağ olun, baxın videoya. Çox zor videodur, sağ olun. Birinci günə əlbəttə ki başlayırıq nə ilə? Kahvaltından, yəni səhər yeməyi. Deməli ilk öncə səhər yeməyincə Gerkulesdir bu. Normal dükanlarda Gerkules cəmaət yulaf deyir buna. Yəni çox yulaf deyir. Nəysə, bundan qrama görədir. Mən qramı ölçmüşəm 6 qaşıq mənə bəs eləyir. İndi çəkisi çox olanlar 10 qaşıq, 8 qaşıq da tökə bilər. Mən 6 qaşıq tökürəm. Sonra gəlirik əsas temaya. Səhər yeməyinin əsas teması yumurta. Всё. Nə bunlar nə edirik? Bunu qarışdırırıq, heç nəsiz, yağsız, zadsız qarışdırırıq, qoyuruq tavaya pişiririk. Всё. Qurtardı. Səhər yeməyimiz budur. Yumurtanın sarısı fosfor rəngindədir. Səhər yeməyi yanında tabii ki vitaminlər əlbəttə ki. Deməli. 3 dənə balıq yağı. Belə nədir bu vitaminlər? Bunlardan dərəsindən bir. Bismillah. Tell me, what can I do? I just wanna. Sağlam siqaret yoxdur mən ağzına. Deməli, səhər yeməyindən sonra saat 9-10-da yürüyoruz da. Və sən yatırsan, istirahət edirsən ki, gün ərzində yorğun olmasın. Sonra gəlir gün orta yeməyi, 12-də 1-də olan 200 qram ət, 8 qaşığı deyir. İndi o hər insana görə dəyişir, təbii ki, çəkisinə görə, ürünlüyünə görə. Bizdə budur. Bir də ki salat. Salat turşu salat yox, acı salat, pomidor, xiyar, kahı, bir də brokoli. Gül kələmi. Deməli, yeməyi yeyəndən sonra yeməyə qədər önəmli olan bir şey nədir? Zeytun. Zeytun balonunda ama içindeki şeydir. Whey. Vay aman oğlum çok üzüldüm lan. Neyse. Allah Mehmet ya. Şu. Bir tane de bundan koyuyorum. Yağlı yemeğin sizinle ne gelir? Sen de benim düşündüğümü düşünüyorsun. Protein gelir ne gidecek? Bismillahirrahmanirrahim. Whey proteinin de üstünden bir tane amin oh. İyi zor değil mi sen öyle bir şey. Oradaki 10 daha oturursa 5'ini de tak, 5'ini sonra. Böyle oturur. Bismillahirrahmanirrahim. Ve proteinlerimizle bitti. Başlıyoruz besamızdan. Bunu da zatlıyoruz. Geliyoruz zala. Bir de bek məşq ediyoruz ki mükemmel olsun. Ve götürürük bunu. Estağfurullah çeyi neydi bu adı? Neyse. Kıf. Böyle şıp vururup. Всё, tutardı. Burasına naif olmasına yalıyoruz. Всё, tutardı. Bağlıyoruz. Çarkalıyoruz. Bitti. Diğer sunkamızı yıkıyoruz. Düz salat. Deməli indi sunkamızı yoruruq. Sunkamızda nələr daxildir? Ayaqqabı, vücut. Bu içindən açdıq ora altı qoyaraq qırılmasın. Ayaqqabı qoyuruq. Sonra bura paltarlarımız, yəni ki şortik, köynək. Zal ancaq oğlanlar olur. Bu nədir? Bu da aslında. Paltarlarımızı qoyuruq. Suyumuzu qoyuruq. Yeməyimizi qoyuruq. Üstünə lanjtikimizi qoyuruq. Məşq edəndə motivasiya. Adaptörümüzü qoyuruq. Məşq edəndə telefonumuza yığsın. Adaptörümüzü qoyuruq. Sonra kafeinimizi qoyuruq. Bundan da belə də budur kafein. Bu da ki atsan ki belə enerji, güc, qüvvət versin. Deyib məşq edəsən. Bundan da qoyuruq içinə. Всё, qurtardı. Sunkamız yığıldı. Bitdi getdi. Geri məşq etməyi dəli kimi məşq edəcək.
Evdən çıxırıq, gedirik zala, məşqimizi eləməyə. Gedirik diyəmədən gedirik. Görək aynı. 1 milyon abonem olsun. Kameramanıma bir dənə niv olacam, bu belə. Belə olsun. Gəldik, axır ki çatdığımız olmasa, indi değişim. Az olsun, ama saz olsun. But since the fire inside you, I see you. You cannot hide from me, baby, I'll be you. We got hooked, that was just a preview. We had a taste and now I can't leave you. Yo no sé mucho, pero te siento allá en el fondo, en mis adentro. Algo me dice que yo estoy en lo correcto, que mi estrógeno requiere de tu texto. Yo vengo puesta para echarnos el resto, aunque sea tóxico como el asbesto. No me conecto. Sen bakalım ama şey başka. Məşqimiz yok qurtardığına görə, məşqdən sonra nə gedir? Kardiyo. Ağzıma gətir. Məşqimizi elədik, kardiyomuz elədik. Bir de yemeğimiz var. Sade kardeşler. Sade balık. İran balığı bunlar 2 manat diyorsa 1 manat satıyorlar. Ne bu arada? Ekonomi işte. Kamportumuz da var burada. Hayır. Bunu nereden karıştırıyor? Ne işte kamport geçiriyor. Okula geç kalacağız, biz okula geç kalacağız. Targınla geç kalacağız. Məşqimizi elədik, qurtardıq. Yemeğimizi də yedik, qurtardıq. Proteinlərimizi də işte qurtardıq. Bir də bu yaxşı yeməklərimizi pişirmək üçün. Sonra gedib evdən bir dənə protein içirik. 5 gün sonra yeməyi yatışıq, qurtardıq. Gün belədir. 9 oldu yatmalısın, 10 oldu yatmalısın. Niyə? Yatmasın, olmur. Peki. Geriye sağlamızdan sonra bir şey. Ey ahali, zombi mahalli, birbirimizi zikzak çizerek enseden ebelemeye dayalı oyunumuzla kesin niyetle. Məşqdən yorğun, azğın, yorğun gəlmişik, bax, verirəm. Toyuq da almış yorğun. Cəmat gəldi, 20 manatın tutmuq, heç siqet alır, biz nə alır? Bax, toyuq, file, pomidor, xiyar, heç nə. Gələcək, pişirici, yiyici, yatçıq. Her şey qardaşındadır. Yemeğimiz, içməyimiz, pastel. Deməli, zaldan gəldik, nə edirik? Proteinlərimizi içirik ki, əlavə qidalarda genelde içmişdik, genelde içməliyik yəni. Nəsə oldu, eləməliyik, eləməliyik. O yanısı, bu yanısı, yox, dur. Yemək, çəkmə, aşağı çəkmə, götürmə. Al kırdım. Hoppa. Üç, 4, 5. Yapamam kızım içine sokursan kameranı çalışmalar olması. Ha bir diyorum da ha bir diyorum teker düşürəm axı. Gətir ola sokur ağzım içine. Dolaşır gelin oğlanlara necə baxırsan? Baxma. Baxma məncə də. Niyə baxırsan cəmaatın içine? Bismillahirrahmanirrahim. Bitti mi? Bitti. İsraf olmasın dibinde kalır akıyor. Tuzu ye. İsraf. Hani bir dunmak çekeceğim. Allah çeker he. Allah çek. Neyse başım. Gidelim. Yatma. Yiyip içmeyimizi elediğimize göre. Bak 3 dəfə yemək yemişik, düz deyil. Bir dənə, 2 dənə yeməyimiz qaldı. 2 dəfə. Biri axşam 6-da, 7-də, indi saat 5-də. 6-7 arası. Bir də axşam 9-da 10-da. Onlar da çoxsu ətdir. Nə edirik? Uzanırıq, özümüz ki PUBG oynayırıq, vaxt keçiririk. Yəni zərərli vərdişlərdən uzaq olmaq lazımdır. Yəni ehtiyac yoxdur. Yəni evdə oturun, nə var bayırda, çöldə bayırda, geç çay içək, onlar yapıyor. Düz demirəm? Neyse, çəkərsin. Bəs. Deməli budur.
Dördüncü, 1, 2, 3, dördüncü yemeğimizdi. Dördüncü yemeğimiz. Bu da demek tabii ki et. 200 gram. Deməli, axırıncı yemeğimi de yedimin de bir yarım saatlik. Bak, saat düşü 10'da, 11'de. 11'de oldu, bizde rejim oldu. 11 oldu yatmaz. Yoksa meşklerin, yemeklerin hamısı boş yer. Gedirip yatmağa. Deməli, bugünlere böyle bir video çektim. İnşallah size de hayırlı olmuştur. 11'de oldu, yatıralım. Deməli, bu bir ilk böyle videomuzdu. İnşallah hoşunuza geldi. Hoşunuza geldiyse bir like atıp kanalımıza abone olsunuz. Bize yeter. Başka hiç ne lazım değil. Geceniz xeyirə qalsın. Bir də ki, çalışın, məşq gelirsinizsə, tez yatın ki, yoxsa bədən əzələ inkişaf eləmir. Bir dənə də axırıncı dəfə xahiş edirəm, əgər imkan varsa, bir dənə abone olun. Bütün videoda inşallah hoşunuza gelmiştir. Elimden gelen elədim ki, hoşunuza gelsin. Neyse, indi bu editleyiciler inşallah sabah paylaşırlar. Sağ olun, selamat kalın.